Salam, hörmətli izləyicilər. Dost TV-də yayımlanan onlayn müfəttiş verilişinin növbəti buraxılışında sizi salamlayırıq. Bugünkü buraxılışımız 23 iyun Dövlət Qulluqçularının Peşə Bayramına əsr olunub. Bu münasibətlə ilk növbədə ölkəmizdə dövlət qulluğu sahəsində çalışan bütün əməkdaşları təbrik edir, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzuluyuruq. Dövlət qulluğu vətəndaşa xidmət, məsuliyyət, peşəkarlıq və ictimai etimad üzərində qurulan mühüm fəaliyyət sahəsidir. Dövlət orqanlarının səmərəli fəaliyyəti, vətəndaşlara keyfiyyətli xidmətin göstərilməsi və insan resurslarının düzgün idarə olunması bu sahədə çalışan əməkdaşların bilik, bacarıq və peşəkarlığından birbaşa asılıdır. Bugün bu mövzuları daha ətraflı müzakirə etmək üçün studiyamızda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Qulluğu və Kadr Məsələləri Şöbəsinin müdir müavini Rauf Əliyevdir. Rauf müəllim, xoş gəlmisiniz. Sizi də eyni zamanda Dövlət Qulluqçularının Peşə Bayramı münasibəti ilə ürəkdən təbrik edirik. Təşəkkür edirəm. İlk olaraq istərdim dövlət qulluğuna bağlı, dövlət qulluğunun mahiyyətindən danışaq. Nədir dövlət qulluğu? Onun digər fəaliyyət sahələrindən fərqi nədən ibarətdir? Nəyə görə bizi izləyən izləyicilərimiz, gənclərimiz var ki, onlar dövlət qulluğunu seçməlidirlər? Bu barədə bizə məlumat. Təşəkkür edirəm suala görə. Solmaz xanım, mən də sizi bütün tamaşaçılarımızı salamlayıram və ilk olaraq fürsətdən istifadə edərək Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibəti ilə bütün dövlət qulluqçusu olan həmkarlarımızı bu münasibətlə təbrik edirəm. Dövlət qulluqçularını və onların timsalında ümumiyyətlə milli maraqlarımız naminə, ölkəmizin çiçəklənməsi naminə, vətəndaşlarımızın rifahının yüksəldilməsi naminə çalışan bütün şəxsləri, bütün işçiləri uğurlar arzulayıram fəaliyyətlərində. Dövlət qulluğu nədir anlayışına gəldikdə, bunun hüquqi əgər biz anlayışını versək, dövlət qulluğu qanunvericiliyində təsbit olunduğu kimi dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi istiqamətində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini həyata keçirməsidir. Yəni dövlət qulluğu öz-özlündə sadəcə bir iş deyil, dövlətə, xalqa bir xidmət missiyasıdır. Daha sadə dillə desək, yəni dövlət qulluğu nədir? Dövlət qulluğu dövlət orqanlarında çalışan şəxslərin, yəni dövlət qulluqçuları birləşsə dövlət orqanlarında çalışan şəxslərdir, onların öz vəzifələrini yerinə yetirməsidir. Özəl sektordan fərqli olaraq dövlət qulluğunda burada məqsəd sadəcə şəxsi mənfəət, korporativ maraqlar deyil, ictimai maraqlardır, vətəndaşların məmnunluğunun təmin olunması məsələsidir. Bu zaman belə bir sual yaranır ki, misal üçün digər dövlət idarə müəssisə təşkilatları da var ki, misal üçün dövlət təhsil müəssisələri, dövlət səhiyyə müəssisələri ola bilər, publik hüquqi şəxslər və s. dövlət şirkətləri. Bəs bunlar niyə dövlət qulluğu sayılmır? Bu baxımdan burada incə bir məqam qeyd edilmək lazımdır ki, dövlət qulluğunun bunlardan əsas fərqləndirən cəhət dövlət qulluğunun dövlət orqanlarında, yəni dövlət siyasətinin formalaşmasında iştirak edən, müvafiq qanunvericilik bazasının formalaşmasında iştirak edən və bu qanunların icrasına nəzarət edən, icrasını təmin edən orqanlardakı fəaliyyəti nəzərdə tutduğuna görə sırf bu dövlət orqanları olaraq da biz nələri nəzərdən keçiririk? Məsəl üçün nazirliklərdir, komitə agentliklərdir, yerli icra hakimiyyəti orqanları, məhkəmə orqanlarıdır ki və yuxarı ali hakimiyyət orqanlarıdır ki, sırf bunlardakı fəaliyyəti dövlət qulluğu hesab olunur. Dövlət qulluğuna qəbul dövlət qulluğu qanunvericiliyinə əsasən müsabiqə prosesi vasitəsilə baş verir. Müsabiqə özü 2 mərhələdən ibarətdir. Test imtahanı və müsahibə mərhələsindən. Test imtahanı ilkin bir filtr rolunu oynayır. Bu mərkəzləşmiş qaydada Dövlət İmtahan Mərkəzi vasitəsilə həyata keçirilir. Hər ay demək olar ki, test imtahanları, mərkəzləşmiş qaydada test imtahanları keçirilir. Test imtahanlarında namizədlərin qanunvericilik, məntiq, informatika bilikləri və eyni zamanda dövlət dili üzrə bilikləri yoxlanılır. Çünki dövlət qulluğuna qəbul olunan hər bir şəxsin əsas tələblərindən biri dövlət dilini, Azərbaycan dilini sərbəst bilməsidir. Bu baxımdan bu biliklər üzrə yoxlanıldıqdan sonra test imtahanından uğurla keçən şəxslərə müvafiq sertifikat verilir və bu 5 il müddətində qüvvədə olan o sertifikat vasitəsilə həmin vətəndaşlarımız müsahibə prosesində iştirak edə bilirlər. Müsahibələr artıq dövlət orqanlarının öz vakant vəzifələrini müsahibələrə çıxarırlar, müsahibə elanlarına çıxarırlar, yenə Dövlət İmtahan Mərkəzi vasitəsilə və namizədlər artıq onlara uyğun olan vəzifələrə seçərək, həmin vəzifələrə sistem vasitəsilə iddia edirlər və müsahibə prosesində iştirak edirlər. Müsahibə prosesində namizədlərin əsas 4 meyar üzrə qiymətləndirilir. Bilik səviyyəsi, peşə hazırlığı, dünya görüşü və şəxsi keyfiyyətləri, müvafiq vəzifə üçün zəruri olan səriştələr. Bu meyarlar üzrə qiymətləndirdikdən sonra artıq keçid balını toplayan şəxslər ümumilikdə müsahibədən və tam şəkildə müsabiqədən keçmiş hesab olunurlar. Müsabiqədən keçən namizədlər dövlət orqanı rəhbərinə təqdim olunurlar
və ən yüksək bal toplayan şəxslər müvafiq vəzifəyə təyin olunurlar. Lakin bu vəzifəyə təyinat hələ ki onların tam dövlət qulluqçusu statusu alması demək deyil. Burada müəyyən bir probasiya dövrü də nəzərdə tutulubdur, yəni sınaq dövrü belə demək mümkünsə. Dövlət qulluğu qanunvericiliyində bu ilkin olaraq 6 aylıq staj müddəti özündə ehtiva eləyir. 6 aylıq staj müddətinə həmin şəxsə, işçiyə hələ ki dövlət qulluqçusu deyil, ona bir kurator təyin olunur. Kurator onun fəaliyyətini yönləndirir, istiqamətləndirir, zəruri peşə biliklərinin aşılanmasına köməklik göstərir və 6 ayın sonunda bir rəy verir. Əgər rəy müsbətdirsə, onunla 3 aylıq sınaq müddətinə müqavilə bağlanılır. O 3 aylıq sınaq müddəti bitəndən sonra artıq şəxs müddətsiz dövlət qulluğuna qəbul olunur, daimi dövlət qulluğuna qəbul olunur və o əlini Azərbaycan Respublikası Konstitusiyasına basaraq təntənəli sürətdə Azərbaycan Respublikasına sadiq qalacağını and içir. Bundan etibarən artıq o tam şəkildə dövlət qulluqçusu statusu əldə eləmiş olur. Gördüyümüz kimi, yəni dövlət qulluğuna qəbul olmaq uzun və belə deyim də keşməkeşli bir yol olsa da çox qürurlu bir yoldur. Bəli, şərəfli bir yoldur. Və digər izləyicilərimizi maraqlandıran bir məsələ isə nəyə görə dövlət qulluğu? Yəni bu bizim bu yolu seçən adamlara, şəxslərə nə kimi üstünlüklər verir? Yəni karyera yoluna başlayan şəxslər nəyə görə dövlət qulluğunu seçməlidirlər? Təşəkkür edirəm suala görə. Çox maraqlı sualdır. Biz mütəmadi olaraq, yəni görüşlərimizdə, tələbələrlə görüşlərdə olur ki və s. Nəyə görə məhz dövlət qulluğunun bir karyera yolu kimi seçməsi vacibdir? Onlara bir istiqamət göstəririk. Əlbəttə ki, bildiyimiz kimi Azərbaycan Respublikası Konstitusiyasında hər bir vətəndaşın əmək hüququ təsbit olunubdur 35-ci maddədə və orada göstərilir ki, hər kəs öz bilik bacarığına uyğun sərbəst şəkildə öz əmək fəaliyyətini seçə bilər. O baxımdan istər özəl sektorda, dövlət sektorunda, dövlət qulluğunda, yəni bu artıq hər bir şəxsin öz seçimidir. Lakin seçim eləyərkən hansı meyarlara, yəni əsas vacib götürmək lazımdır? Bu baxımdan da biz görüşlərdə müəyyən tövsiyələrimizi veririk. Nəyə görə dövlət qulluğunun digərlərindən bir üstünlüyü var? Onlar üzərindən keçsək. Birincisi, dövlət qulluqçusu olaraq şəxs artıq dövlətin bilavasitə idarə olunması prosesində iştirak eləyir. Yenə də Azərbaycan Respublikası Konstitusiyasına gələndə, Konstitusiyada vətəndaşların dövlətin idarə olunmasında iştirak hüququ təsbit olunubdur. Bu hüququ hər bir vətəndaşımız müxtəlif seçkilərdə iştirak etmək yolu ilə, dolayı yolla həyata keçirirlər. Lakin bilavasitə bu idarə etmə prosesində iştirak etmək üçün artıq dövlət qulluqçusu statusu əldə edərək bu prosesin bilavasitə özləri iştirakçısı olmuş olurlar. Bu yolla eyni zamanda onlar dövlət tərəfindən həyata keçirilən müxtəlif ictimai əhəmiyyətli layihələrdə iştirak edirlər, müxtəlif strategiyaların həyata keçirilməsi prosesində iştirak edirlər. Bundan başqa, dövlət qulluqçusu olaraq bu artıq şəxs böyük ictimai maraq kəsb edən dövlət siyasətinin bilavasitə iştirakçısı olaraq iştirak edir və bu sahədə müəyyən böyük bir təcrübə qazanmış olur. Dövlət qulluğunun mühüm üstünlüklərindən biridir, burada müəyyən bir stabillik məsələsidir. Karyera qurmaq üçün stabil inkişaf imkanlarının olmasıdır. Əlbəttə, müasir əmək bazarında, yəni daimi inkişaf edən, qloballaşan dünyada, müxtəlif IT həllərin təsir elədiyi bir dünyada əmək bazarında daimi bir iş anlayışı ümumiyyətlə absurd səslənir. O baxımdan insanın andan olduğu demək, ali təhsil müəssisəsini bitirdiyi vaxtdan da pensiya çıxana qədər, təqaüdə çıxana qədər hansısa eyni bir sahədə çalışması, eyni bir iş görməsi demək olar ki, mümkünsüz olur. Lakin bununla belə dövlət qulluğu, dövlət orqanlarında fəaliyyət daha bir stabilliklə seçilir. Çünki burada daha uzun müddətli müəyyən bir karyera qurmaq imkanları olur. Çünki buradakı yenə də fəaliyyət hansısa korporativ maraqlara uyğun deyil, dövlətin uzun müddətli idarəçilik islahatlarına, uzun müddətli vizionuna və strategiyasına bağlı olduğuna görə burada bir stabillik mövcuddur. Digər tərəfdən də olur ki, yəni dövlət tərəfindən həyata keçirilən idarə etmə islahatları nəticəsində hansısa orqanlar birləşdirilir, hansısa orqanlarda ixtisarlar həyata keçirilir. Qanunvericilik tərəfdən dövlət qulluqçularının da müəyyən müdafiəsi var bu məsələlərdə. Dövlət orqanları ləğv olanda, ştatlar ixtisar olanda həmin dövlət qulluqçularını ehtiyat kadrlar siyahısına daxil edilir və o ehtiyat kadrlar siyahısında olduğu müddətdə analoji müxtəlif orqanlarda vəzifələr olduqca həm şəxsin o vəzifənin tələblərinə uyğunluğu varsa, onların təyinat prosesi də həyata keçirilir. Böyük bir üstünlükdür əlbəttə ki. Digər tərəfdən dövlət qulluğunda olan şəxslər, dövlət qulluqçularının daimi peşəkar inkişaf üçün yəni fəaliyyətlər həyata keçirilir. Bu həm hüquqi cəhətdən təsbit olunubdur, praktik olaraq icrası təmin olunur, dövlət büdcəsindən bundan kifayət qədər vəsait ayrılır. Yəni hər bir şəxsin hansısa bir vəzifəni tutarkən ixtisas artırma, yenidən hazırlanma, yəni öz ixtisasını inkişaf elətdirməsi və yaxud da ki,
həmin vəzifəni icra etmək üçün ola bilər hansısa əlavə kənar bir peşəni öyrənməsinə də ehtiyac var. Bu istiqamətdə də müəyyən alətlər mövcuddur, tətbiq olunur və eyni zamanda hər hansı bir təcrübəsini inkişaf elətdirmək üçün həmin qurumun, təşkilatın digər qurumlarında, başqa təşkilatlarda və ola bilir ki, misal üçün xarici dövlətlərdə, misal üçün bizim Nazirliyin analoji Türkiyədə, Serbiyada, Rumuniyada analoji qurumları var, Özbəkistanda. Onlarla bizim təcrübə keçmə proqramları həyata keçirilir ki, orada olan təcrübəni həmin bu dövlət qulluqçusu öyrənir. Bunlar əlbəttə ki, hamısı tam şəkildə dövlət vəsaiti hesabına baş verir. Yəni bütün bunlar həmin şəxsin peşəkar inkişafı üçün də bir növ şərait yaratmış olur. Və ən sonda da əlbəttə ki, bu təminat məsələsidir. Bəlkə də bunu birinci demək lazım idi. Təminat məsələsi odur ki, dövlət qulluqçularının çox dinamik inkişaf edən əmək haqqı sistemi mövcuddur və real əmək bazarından da çıxış eləsək, hal-hazırda dövlət qulluğunda əmək haqqı sistemi kifayət qədər rəqabətlidir. Çünki əvvəlki dövrlərdə əgər dövlət qulluğundan, yəni özəl sektora axın müşahidə olunurdusa, kadrların axını müşahidə olunurdusa, həyata keçirilən davamlı islahatlar nəticəsində hal-hazırda Azərbaycanda özəl sektordan da dövlət qulluğuna, yəni axının biz müşahidə eləməkdəyik. Və əlbəttə ki, eyni zamanda dövlət qulluqçuları üçün pensiya təminatı da mövcuddur ki, bu da dövlət qulluğunun cəlbedici cəhətlərindən biri kimi qiymətləndirilə bilər. Bəli, və belə deyim, maraqlı məqamlara toxundunuz. Bu illəri artıq belə deyim, dövlət qulluğu haqqında qanunun imzalanmasına 25 il ötür. Ümumiyyətlə nə işlər görülüb? İstərdim ki, bunların biraz detalına gedək, biraz bu işlərdən danışaq. Təşəkkür edirəm suala görə. Bəli, tam doğru vurğuladığınız kimi bu il dövlət qulluğu haqqında qanunun artıq qüvvəyə minməsindən 25 il ötür. Bu qanunun qüvvəyə minməsi ilə Azərbaycanda müasir hüquqi əsaslara söykənən, milli maraqlara söykənən və dövrün tələblərinə cavab verən bir hüquqi sistemin, dövlət qulluğu sisteminin qurulması təməli qoyulmuşdu. Lakin bu qanunun qəbulu da yəni birdən-birə olmamışdı. Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etdikdən sonra demokratik hüquqi dövlət quruculuğu istiqamətində böyük işlər görülmüşdü. Bu sahədə əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin xidmətləri xüsusi qeyd olunmalıdır. Bildiyimiz kimi Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının konstitusiyasının ümumiyyətlə memarıdır. O baxımdan o eyni zamanda dövlət qulluğu sisteminin qurulması, dövlət qulluğu islahatlarının həyata keçirilməsinin də bir müəllifi kimi çıxış eləyir. Onun göstərişi ilə yaradılmış müvafiq komissiya tərəfindən müxtəlif ölkələrin beynəlxalq təcrübəsi araşdırılmış, müxtəlif beynəlxalq təşkilatların bu sahədəki mütərəqqi təcrübəsi araşdırılmış və Azərbaycanın üçün ən uyğun olan optimal belə bir dövlət qulluğu modeli formalaşdırılmışdı və nəticə olaraq 2000-ci ilin iyul ayında artıq dövlət qulluğu haqqında qanun qəbul olmuş, 2001-ci ilin sentyabrın ayının 1-dən qanunun özündə nəzərdə tutulduğu kimi qüvvəyə minmişdi. Bu ötən bu 25 ili biz nəzərdən keçirsək, bu dövr ərzində çox böyük işlər görülmüşdü. Əlbəttə ilk olaraq yenə hüquqi müstəvidən çıxış etsək, çox mütəşəkkil, mütərəqqi bir qanunvericilik bazası, dövlət qulluğunun qanunvericilik bazası formalaşmışdı. Dövlət qulluğu haqqında qanunun özü elə 2000-ci ildə qəbul olduğu kimi qalmamışdı. O dövrdə indiyədək ona bir sıra dəyişikliklər həyata keçirilmişdi. Bu da təbii ki, ölkənin iqtisadi inkişafından bağlı, sosial-iqtisadi inkişafından bağlı dövrün çağırışlarının irəli gələn məsələlərdir və eyni zamanda müxtəlif beynəlxalq təcrübələr və s. qloballaşan dünyanın çağırışları. Bütün bunlar hamısı istər-istəməz qanunvericilik sisteminə də öz təsirini göstərir. Bu baxımdan dövlət qulluğu sistemi daim Azərbaycan Respublikasında təkmilləşmişdir və indiki dövrdə demək olar ki, Azərbaycanda dövlət qulluğu sayəsində kifayət qədər təkmil bir hüquqi baza artıq formalaşmışdır. Bu dövr ərzində dövlət qulluğu sahəsində həyata keçirilmiş islahatların ən böyük nailiyyətlərindən biri dövlət qulluğuna qəbulun tam şəffaf, obyektiv sisteminin qurulmasıdır. Dövlət qulluğu haqqında qanun özü qəbul olanda 2000-ci ildə, mənim yadımdadır, vaxt mən ali təhsil müəssisəsində təhsil alanda biz bu qanunu bir-bir incələyirdik, nəzərdən keçirdik və müəllim bizə deyəndə ki, gələcəkdə dövlət qulluğuna qəbul müsabiqə vasitəsilə olacaq, bizə bir yuxu kimi görsənirdi ki, bu necə ola bilər və s. Lakin illər keçdikcə artıq qanunun tətbiqi ərsəyə gəldi. 2004-2005-ci illərdən etibarən dövlət orqanlarının özləri ilk belə təcrübə olaraq müsabiqə vasitəsilə dövlət qulluğuna qəbulu həyata keçirdilər. 2005-ci ildə bu dövlət qulluğu sahəsində islahatları daha da sürətləndirmək üçün, təkmilləşdirmək üçün o vaxt Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Qulluğu Məsələləri üzrə komissiya yaradıldı və bu komissiya bu sahədə islahatların daha sistemli və dinamik şəkildə həyata keçirilməsində böyük rol oynadı. İlk dəfə 2007-ci ildə
bütün ölkə üzrə mərkəzləşmiş müsabiqələr həyata keçirildi və mən özüm elə 2007-ci ildə ilk dəfə həmin müsabiqənin iştirakçısı olmuşam və 2007-ci ildə dövlət qulluğuna qəbul olmuşam. O vaxtdan bəri əlbəttə ki, daimi proses inkişaf eləmişdi, yenilənmişdi. Ona hansısa biz başqa ölkələrin təcrübəsi də öyrənilərək tətbiq olmuşdu. Sonrakı dövrlərdə əlbəttə ki, Dövlət İmtahan Mərkəzinin də bu sahədəki xidmətləri danılmazdır, onu da qeyd eləmək lazımdır və bu proses hal-hazırda elə bir səviyyəyə gəlib çıxıb ki, hər hansı bir vətəndaşımız öz peşə bilik bacarığı sayəsində, öz müsbət şəxsi keyfiyyətləri sayəsində, normal dünya görüşü ilə tam obyektiv, şəffaf olaraq müsabiqələrdə iştirak edib dövlət qulluqçusu əldə olmaq imkanına malikdir. Bundan başqa eyni zamanda hal-hazırda dövlət qulluğunda dövlət qulluqçularının peşəkar inkişafı üçün hər cür şərait yaradılıb. Bu həm hüquqi institusional baza baxımından, həm də ki eyni zamanda təminat baxımından. Digər tərəfdən son həyata keçirilən islahatlardan biz toxunsaq, bu ilin 2026-cı ilin mart ayında həyata keçirilmiş islahatlar nəticəsində ölkə başçısının qəbul elədiyi müvafiq fərmanla dövlət qulluğunun əmək haqqı sisteminə çox mütərəqqi dəyişikliklər baş verdi. Dövlət qulluqçularının əmək haqqı sistemi demək olar ki, yenidən qurulmuş oldu. Hal-hazırda dövlət qulluqçularının əmək haqqı sistemi 3 komponent üzərində qurulur. Birincisi bu baza əmək haqqını özündə ehtiva edir. Baza əmək haqqı odur ki, həmin vəzifəni tutarkən şəxs hər hansı bir dövlət qulluğu təcrübəsi olmasa, artıq həmin baza maaşından başlamış olur. Növbəti digər 3 pilləni o artıq dövlət qulluğu stajı hesabına artırmış olur. Bu sistemin mühüm cəhətlərindən biri, ən mütərəqqi cəhətlərindən biri ondan ibarət ki, burada əmək haqqı ilk dəfə olaraq dövlət qulluqçusunun performansına bağlandı. Yəni, dövlət qulluqçusunun xidməti fəaliyyətinin nəticələrinə bağlandı. Bundan əvvəlki dövrlərdə dövlət qulluqçularının hər il xidməti fəaliyyəti qiymətləndirilirdi ilin sonunda və aldığı nəticələrdən asılı olaraq ona tutaq ki, bir dəfəli mükafat verilə bilərdi, kurslara yönləndirilə bilərdi və s. Lakin indi artıq əmək haqqı bilavasitə xidməti fəaliyyətinin nəticəsinə bağlanmış olur. Bəli, artıq daha əlavə bir stimul yaranmış olur və bu baxımdan ola bilər ki, eyni vəzifədə çalışan şəxslərdir, hətta birinin dövlət qulluğunda iş stajı da çox olsa, digəri, misal üçün, performansın daha yüksək olması hesabına, xidmət fəaliyyətinin nəticəsində daha yüksək olmasının hesabına ondan daha yüksək maaş əldə eləmiş olur. Bu baxımdan bu əlbəttə ki, dövlət qulluqçuları arasında bir rəqabətliyin daim öz üzərlərində çalışması, işinə daha vicdanla yanaşması üçün də şərait yaratmış olur. Rauf müəllim, bir də qeyd etdiniz ki, onların inkişafı istiqamətində, xüsusən dövlət qulluqçularının inkişafı ilə bağlı müəyyən işlər görülür, onlar xaricə göndərilir, təlimlərdə iştirak edirlər. Ümumiyyətlə, müasir dövrdür, inkişaf edən bir dövrdə. Əvvəlki illərin, məsələn, siz özünüz də qeyd etdiniz ki, siz 2007-ci ildə dövlət qulluğuna qəbul olmuşsunuz. Məsələn, sizin vaxtınızdakı dövlət qulluğu ilə hazırki dövrün dövlət qulluqçuları arasında nə kimi fərq var, nə kimi inkişaf var? Həm onların bilik səviyyəsi olsun, istər belə deyim, fəaliyyətlərlə bağlı olsun? Əlbəttə ki, çox böyük dəyişikliklər baş verir. Həm dövlət qulluğuna qəbul olarkən olan tələblər baxımından tam fərqli yanaşmalar mövcuddur. İndi olan dövlət qulluğuna qəbul olarkən bizim namizədlərdə olan tələblər tam fərqli qaydadadır. İlkin dövrlərdə əgər bu test proqramları, müsahibə proqramları bəlkə daha sadə formalarda idisə, illər keçdikcə bu müəyyən illərin süzgəcindən, təcrübədən keçərək, dövrün tələblərindən çıxış eləyərək, əmək bazarının çağırışlarından çıxış eləyərək artıq yeni şəxsi keyfiyyətlər, yeni səriştələrin zərurət meydana gəldi. Yeni biliklərin, IT biliyi ola bilər, müxtəlif peşə biliklərinin formalaşması zərurəti ola bilər ki, artıq həm dövlət qulluğuna qəbulda, həm də artıq dövlət qulluqçusu kimi çalışanda bunlara xüsusi ehtiyac olur. Müasir dövrün əgər dövlət qulluqçusu hansı əlavə xüsusi keyfiyyətlərə malik olmalıdır ki, əvvəlki dövrlərlə müqayisədə, indiki dövrdə bunu xüsusi misal üçün qeyd edə bilərik, bu vətəndaş yönümlülük və empatiya məsələsi. Yəni, müasir dövrdə dövlət qulluğunda çalışan hər bir şəxsdən onun hansı biliyə, peşəkarlığa, dövlət qulluğu stajına asılı olmayaraq ən əsas tələblərindən biri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də hər bir dövlət qulluqçusu qarşısında qoyduğu əsas tələblərdən biri xalqına, vətəndaşına xidmət məsələsidir. Yəni, vətəndaş bütün dövlət siyasətinin fövqündə duran bir şəxsdir və bütün həyata keçirilən islahatlarda, bütün həyata keçirilən dövlət siyasəti və hər bir dövlət qulluqçusunun fəaliyyəti ona yönəlməlidir ki, vətəndaş məmnunluğu təmin olunsun. Hər bir dövlət qulluqçusu öz sahəsində vətəndaşın problemini empatiya ilə yanaşmalıdır. O problemi öz problemi kimi nəzərdən keçirməli. Bunu sadəcə formal bir şablon cavab yazım göndərim
bu formada olmamalıdır. Bir mənalı şəkildə vətəndaş yönümlü davranış nümayiş etdirilməlidir ki, vətəndaşlar da tərəfindən də əlbəttə ki, bu mütləq qaydada qiymətləndirilir. Mühüm cəhətlərdən biri müasir dövrün çağırışlarından, tələblərindən biri hər bir dövlət qulluqçusundan gözlənilir. Asılı deyil, icraçı vəzifədədir, rəhbər vəzifədədir. Bu rəqəmsal savadlılıq məsələsidir. Yəni dövlət qulluqçusu öz fəaliyyətini həyata keçirərkən mütləqdir ki, müxtəlif IT həllərin tətbiqinə yönəlsin. Çünki iş elədir ki, biz həm müxtəlif datalardan, böyük big datalardan, informasiya bazalarından istifadə edirik. Öz fəaliyyətimizdə müxtəlif proqramlardan istifadə edirik. Eyni zamanda bütün dövlət orqanlarında əlbəttə ki, müəyyən informasiya bazaları, informasiya sistemləri tətbiq olunur ki, onlarla işləmək üçün mütləqdir ki, müəyyən rəqəmsal biliklərə, bacarıqlara malik olasan. Və eyni zamanda hal-hazırda bilirsiniz ki, dövrün ən aktual məsələlərdən biri bu süni intellekt məsələsidir. Təbii ki, bütün ictimaiyyətin müxtəlif sferalarının tətbiq olunur. Əlbəttə ki, bizim sahəmizdə də, dövlət qulluğunda da, hər bir işdə də, əmək fəaliyyətində də tətbiq olunması labüddür, yəni buna doğru gedilir. Süni intellektdən hansı şəkildə istifadə olunması daha düzgündür? Burada təhlükəsizlik məsələləri, etik məsələlər də gündəmdə olan məsələlərdir və hər bir dövlət qulluqçusu öz işini asanlaşdırmaq üçün, sürətləndirmək üçün hansı deməli alətlərdən istifadə edə bilər, burada yanaşmalar nədən ibarətdir? Kör-körənə sadəcə süni intellektin verdiyi cavablar əsasında işlərin görülməsi də əlbəttə ki, bu düzgün bir yanaşma deyil. Bütövlükdə, yəni bir rəqəmsal savadlılıq müasir dövrün dövlət qulluqçusundan tələb olunan ən əsas keyfiyyətlərdən biridir. Və əlbəttə ki, biz fəaliyyətimizdə müxtəlif alətlərdən, misal üçün risk menecmentində və yaxud da ki, project management, layihə idarəçiliyində tətbiq olunan müxtəlif alətlərdən də istifadə eləmiş oluruq. Yəni işin effektivliyini artırmaq üçün, misal üçün vaxtın idarə olunması məsələsində, layihələrin idarə olunmasında vaxtın idarə olunması üçün müxtəlif alətlərdən, o cümlədə misal üçün Gantt cədvəlindən və s. istifadə olunması, kommunikasiya planından istifadə olunması, misal üçün Kanban lövhəsindən istifadə olunması, bütün bu alətlər elə bir alətlərdir ki, prosesi daha asanlaşdırır, daha sistemli eləyir və daha effektiv nəticəyə gətirib çıxara bilir. Digər bir tərəfdən risklərin idarə olunmasını qeyd elədiyim kimi, onun da müxtəlif fəaliyyətləri var. İndiki dövrdə həm təşkilatlar olaraq və fərd olaraq da hər bir şəxs öz fəaliyyətində, təşkilat öz ümumi fəaliyyətində əvvəlcədən riskləri müəyyənləşdirib, onlara qarşı hansısa bir qabaqlayıcı tədbirləri görməsi, onun vuracağı ziyanın bir növ qarşısını alması üçün daha müsbət bir addım hesab olunur. Rauf müəllim, digər bir məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət qulluğuna qəbul istiqamətində deyə bilərik ki, ən populyar dövlət qurumlarından biri hesab olunur. Xüsusilə də gənclərimiz son dövrlərdə bu istiqamətdə daha çox maraq göstərirlər. Ümumiyyətlə, bunun səbəbi nədən ibarətdir, nədən qaynaqlanır və eyni zamanda istərdim ki, Nazirliyin bu istiqamətdə gördüyü işlərdən biraz danışaq. Doğrudan da, yəni açıqlanan Dövlət İmtahan Mərkəzi tərəfindən açıqlanan statistikalardan biz görürük ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət qulluğuna qəbulda vətəndaşlarımız arasında, namizədlər arasında böyük populyarlıq əldə edir. Bu statistik göstəricilər də bunu bilavasitə göstərir. Bunun bir sıra səbəblərlə izah eləmək olar əlbəttə ki, birincisi dövlət orqanının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi böyük ictimai fəaliyyət, böyük ictimai layihələri, vətəndaş yönümlü olması və bu həyata keçirilən böyük islahatların vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanması, bunun geniş ictimaiyyətə işıqlandırılması, bütün bunlar yəni dövlət orqanının bir imicinin, bir müsbət obrazın formalaşmasına gətirib çıxarır və əlbəttə ki, hər hansı bir kadrda, yeni gənc kadr olsun, hər hansı mütəxəssis də öz karyera fəaliyyətini qurarkən böyük ictimai nüfuza malik olan bir təşkilatda işləməsini daha üstünlük vermiş olur. Bunun bir səbəbi kimi bunu qeyd edə bilərəm. Əlbəttə ki, digər bir mühüm amil bizim nazirlikdə həyata keçirilən islahatlar nəticəsində kadr siyasətinin ümumiyyətlə təkmilləşdirilməsi, müasir kadr siyasətinin formalaşmasından bağlıdır. Bunun nəticəsində bizdə nazirlik sistemində həm üfüqi, həm şaquli karyera qurmaq imkanları kifayətdə, yəni şəffaf, obyektiv həyata keçirilir. Çox qısa müddətdə olur ki, misal üçün dövlət qulluğuna məsləhətçi kimi qəbul olunmuş şəxs 4-5 il ərzində öz bilik, bacarığı, işə münasibəti sayəsində sektor müdiri vəzifəsinə qədər hətta yüksəlmək imkanı olubdur. Əlbəttə ki, bütün bu məlumatlar da ictimaiyyət arasında yayılır və o da bir müsbət təsir göstərmiş olur. Bizim nazirlik mütəmadi olaraq müsahibə prosesində iştirak edir və aktiv olaraq kənardan potensiallı, bilikli, bacarıqlı gənclərin dövlət qulluğuna qəbul olması üçün hər tərəfli
fəaliyyət göstərir və Dövlət İmtahan Mərkəzində açıqladığı statistikadan əgər müşahidə eləsəz, dövlət orqanları arasında müsahibə yolu ilə bizim Nazirlik ən çox dövlət qulluğuna işə qəbul edən dövlət orqanıdır və eyni zamanda ümumi müsahibə prosesi nəticəsində də ən çox işə qəbul, dövlət qulluğuna qəbul edən bir orqan kimi çıxış eləyir. Bütün bunlar əlbəttə ki, müsbət bir formalaşır, ideal obraz formalaşdırır. Bundan başqa biz universitetlə ali təhsil məsələlərinə çox aktiv şəkildə fəaliyyət göstəririk. Yəni nazirlik olaraq işə qəbulda biz sadəcə elanı verək, oturaq gözləyək ki, kim gələcək. Bu prinsipdən yanaşmırıq. Biz özümüz artıq ali təhsil məsələlərinə sıx əməkdaşlıq eləyirik. Orada olan potensial artıq öz namizədlərimizi nəzərdən keçiririk. Ali təhsil məsələlərindən biz əməkdaşlığımız nəticəsində hər il artıq 1000-dən çox tələbəni müxtəlif ali təhsil məsələlərindən Nazirlik və onun strukturunda olan qurumlarda təcrübə keçmə prosesi təşkil olunur. Onlar burada həm peşə biliklərinə, qanunvericilik bilikləri əldə eləmiş olur, iş mühitini hiss eləyir, iş mühitində necə davranmaq lazımdır, subordinasiya nədir və s. Əslində karyera qurmaq istəyən üçün hardasa könüllü proqramlar çox mühüm rol oynayır. Çox mühüm rol oynayır, əlbəttə ki. O gəlir oradakı iş mühitini görür və onda bir maraq yaranır ki, gəlin bu orqanda çalışın. Bunlar hamısı əlbəttə ki, müsbət təsir göstərir. Bundan başqa siz qeyd elədiyiniz kimi könüllü fəaliyyəti Azərbaycanda misal üçün digər sahələrdə olduğu kimi bizim Nazirlik tərəfindən həyata keçirilən Dost Könüllü layihəsinin nəticəsində də çox saylı gənclər bu prosesə cəlb olunubdur. Onlar müxtəlif ictimai əhəmiyyətli funksiyaları yerinə yetirməklə yanaşı, eyni zamanda müəyyən peşəkar inkişafı üçün də şərait yaradılır. Ümumiyyətlə, açıqlanan statistikaya görə hardasa bir 7000-dən çox vaxta qədər gənc bu Gənc Dost proqramına cəlb olunmuşdur. Ümumilikdə isə bir 300-dən çox da şəxs həmin onların içərisində öz bilik bacarıqla seçilmiş şəxs nazirlik sistemində işə qəbul olunmuşdular. Ali təhsil məsələləri ilə əməkdaşlıq çərçivəsində biz mütəmadi olaraq karyera sərgilərində iştirak edirik. Eyni zamanda hər il mütəmadi olaraq aparıcı ali təhsil müəssisələrində biz tələbələrlə, bir qayda olaraq yuxarı kurs tələbələri, bunlar artıq potensial karyera qurmaq astanasındadılar. Onlara bir seçim imkanı kimi yalnız Bakıda deyil, regional, misal üçün Sumqayıt, Mingəçevir, Gəncə, Lənkəran, Naxçıvan dövlət universitetlərində də tələbələrlə açıq belə görüşlərimiz olur. Onlara dövlət qulluğuna qəbul prosedurları haqqında ətraflı məlumat veririk. Nazirlik sistemində karyera qurmaq imkanları barədə məlumat veririk və onların hər hansı bir sualları olursa, o barədə onları çalışırıq ətraflı cavablandıraq. Bütövlükdə bütün bu qeyd olunan amillər əlbəttə ki, nazirlik onun populyarlığının artmasına və nazirliyin arzu olunan bir iş yeri kimi, dream work kimi nəzərdən keçirilməsinə gətirib çıxarır. Ümumilikdə bir qısa olaraq dövlət qulluğuna qəbul sayəsində bir qısa statistik məlumat da açıqlamaq istəyərdim. 22-ci ildən bəri nazirlik tərəfindən ümumilikdə bir 30-dan çox elan verilibdir dövlət qulluğuna qəbul üzrə. Bu həm müsahibəsi, ümumi müsahibə, daxili müsahibələr. Bu elanlar nəticəsində ümumilikdə 330 vəzifə deməli çıxarılıbdır elanlara və 3000-ə yaxın namizəd bu prosesdə artıq qeydiyyatdan keçib, yəni bu populyarlıqdan irəli gələrək 420 namizəd müsabiqədən uğurla keçib və 336 namizədi artıq biz dövlət qulluğuna bu illər ərzində qəbul eləmişik. Bu həm bilavasitə iddia elədiyi vəzifə, analoji vəzifələr və ehtiyat kadrlardan da biz aktiv olaraq dövlət qulluğuna qəbul istiqamətində addımlar atırıq. Və deyə bilərik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir dövlət qulluğuna qəbul olan yeni gənc bir kadrın inkişafı, karyerada yüksəlişi üçün böyük bir şansdır. Böyük bir uğurdur ki, ora gəlib orada iştirak eləsin və burada çalışsın. Rauf müəllim, digər bir məsələ ötən ildən etibarən Nazirliyin tabeliyində olan qurumlarına işə qəbul olmaq istəyən şəxslər üçün imtahanlar keçirilir. Bu dövlət qulluğu imtahanı deyil. Belə başa düşürəm ki, bu belə deyim də dövlət qulluğuna qəbul ola bilməyən bir şəxslər üçün də alternativ seçim imkanı da ola bilər. Bu barədə istərdim danışasınız ki, bu imtahan nədir və bu imtahanda iştirak etmək istəyən şəxslər hara müraciət etməlidirlər? Belə. Bəli, ötən ildən başlayaraq biz Nazirliyin tabeliyində olan qurumlarda, bu dövlət qulluğu olmayan, bir qayda olaraq publik hüquqlu şəxslər olan qurumlardır. Böyük təşkilatlarımızdır, təbii ki, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Sosial Xidmətlər Agentliyi, Dost Agentliyinin özü və s. Bu qurumlarda mərkəzləşmiş qaydada müsabiqə prosesinə başlamışdıq. Bunun hüquqi əsası hardan irəli gəlir? Korrupsiyaya qarşı mübarizə üzrə milli fəaliyyət planı təsdiq olunubdur. Həmin milli fəaliyyət planında dövlət qulluğu ilə yanaşı eyni zamanda bütün qurumlar, publik hüquqi şəxslər də ölkə üzrə fəaliyyət göstərən
publik hüquqi şəxslərdə məndə olan məlumata görə hal-hazırda ölkəmizdə bir 300-dən çox publik hüquqi şəxs fəaliyyət göstərir. Yəni bunlarda da gələcəkdə tam şəkildə müsabiqəli prosesinin təmin olunması, yəni işə qəbulun şəffaf həyata keçirilməsi ilə bağlı tələblər tətbiq olunmuşdur və bu milli fəaliyyət planından irəli gələrək 2023-cü ilin fevral ayında bizim Nazirliyin kollegiyasının müvafiq qərarı ilə Nazirliyin tabeliyində olan qurumlarda mərkəzləşmiş qaydada müsabiqələrin keçirilməsinə bağlı qaydalar təsdiq olunmuşdur. Bu sahədə biz ilk pilot layihəmizi 2024-cü ildə həyata keçirmişdik. Bu Dostreamdə onu tətbiq elədik. O vaxtda hələ ki tam sistemli şəkildə deyildi, biraz daha mexanik üsullar idi. Lakin sonraki dövrdə artıq işə qəbul alt sistemi də formalaşdırıldı. İşə qəbul alt sistemi əmasın bir alt bölməsi aləti kimi tətbiq olunubdur. Və keçən ilin 2024-cü il avqust ayının 1-də biz ilk böyük bütün qurumları böyük hissəsi qurumları əhatə edən bir mərkəzləşmiş müsabiqə prosesinə start verdik. Ondan sonra keçən ilin sonunda ikinci müsabiqə elan oldu və bu ilin aprel ayında üçüncü müsabiqə elan edildi. Hal-hazırda artıq test imtahanları prosesi başa çatıbdır. Üçüncü müsabiqənin və artıq müsahibələrə başlanılır. Orada da prosedur demək olar dövlət qulluğu sistemində olduğu kimi müsabiqə özü 2 mərhələdən test imtahanı və müsahibə mərhələsindən ibarətdir. Elan verilərkən test proqramları, müsahibə proqramları orada elanda yerləşdirilir. Hər bir vəzifə üçün müəyyən tələblər mövcuddur. Vətəndaşların bilavasitə Nazirliyə gəlib müraciət etməsinə ehtiyac yoxdur. Qeyd elədiyim əmas sistemində yaradılmış o işə qəbul alt sistemi vasitəsilə onlar öz elektron imzaları ilə daxil olurlar. Orada vəzifələrlə tanış olurlar. Hansı vəzifə onlara uyğundursa qeydiyyatdan keçirirlər, müvafiq sənədləri yükləyirlər. Sonra yoxlanılır qurumlar tərəfindən ki, onların tələblərə uyğunluğu. Əgər uyğunluq varsa, təsdiq olunur, namizəd kimi onlar test imtahanına dəvət olunurlar. Test imtahanında biz dövlət qulluğundan fərqli olaraq biraz daha məhdud sayda suallar olur. Dövlət qulluğundan fərqi nədir? Yəqin ki, müəyyən qədər daha sadə suallar sorulur. Daha sadədir, bəli. Burada artıq 50 sualdır, burada qanunvericilik suallarıdır, məntiq suallarıdır və dünya görüş suallarıdır. Dünya görüşü həm ölkə üzrə ən mühüm tarixi hadisələr barədə ola bilir və eyni zamanda Nazirliyin, qurumların fəaliyyəti barədə olan məlumatlıqdır. Bunların hamısı test proqramlarında öz əksini tapır. Orada keçid balı 70 baldır. Yəni 50-dən 35 bal minimum toplayan şəxs müsahibə mərhələsinə vəsiqə əldə eləmiş olur. Eyni zamanda müəyyən kateqoriya şəxslər var ki, güzəştli kateqoriya şəxslər ki, onlar test imtahanında iştirak eləmədən birbaşa müsahibə prosesinə dəvət oluna bilirlər. Bu hansı kateqoriya şəxslərdir? Birincisi, vəzifənin aid olduğu sahə ilə bağlı, tutaq ki, hüquq şöbəsində, hüquqşünas vəzifəsindədirsə, hüquq sahəsində elmlər doktoru, elmi dərəcəsinə malik olan şəxs artıq birbaşa müsahibə mərhələsində iştirak etmək hüquq əldə edir. Dövlət qulluğunda hal-hazırda çalışan inzibati vəzifələrdə və yaxud əvvəllər azı 5 il inzibati vəzifələrdə iştirak olan şəxslər, eyni zamanda hal-hazırda dövlət qulluğunun ehtiyat kadrlar siyasətində olan şəxslər, bundan başqa yüksəliş müsabiqəsinin finalçıları orada daxildir. Eyni zamanda peşəkar mühasib sertifikatına malik olan şəxslər, həkimlər isə bizim bilirsiniz ki, mühüm kateqoriyalardan biri həm Dövlət Tibbi Sosial Ekspertiza Reabilitasiya Agentliyində, həm Sosial Xidmətlər Agentliyi müvafiq tibbi məsələlərində həkim personalı da mövcuddur. Yəni həmin vəzifələr işə qəbulda həkimlərin sertifikasiyasından keçmiş şəxslər də artıq birbaşa müsahibə mərhələsində iştirak edə bilir və eyni zamanda dost könüllülərimiz də onlar könüllü fəaliyyətini bitirəndən sonra 3 tipli sertifikat əldə edirlər. Ən yüksək sertifikata malik olan şəxslər də artıq birbaşa müsahibə mərhələsində iştirak etmək hüququ əldə etmiş olur. Bu proses hələ ki davam eləyir də. Proses davam eləyir və biz mütəmadi olaraq artıq bundan sonra bir müsabiqə prosesi artıq yekunlaşan kimi növbəti vakant vəzifələrin müsabiqəyə çıxarılması üçün işlər görürük. Onda bu ardıcıl və davamlı şəkildə davam edən bir prosesdir. Ardıcıl, davamlı şəkildə həyata keçiriləcək. Bu vaxta qədər bu son 3 müsabiqə nəticəsində artıq bir 5000 ümumilikdə 97 vəzifəmiz vakant vəzifə qurumlardan müsabiqələrə çıxarılmışdı. 5000-dən çox bu vaxta qədər namizəd qeydiyyatdan keçmişdi. Bu namizədlərin test və müsahibə mərhələsində uğurla keçənlərin sayı hardasa 156 nəfər olmuşdu və bunların müvafiq vəzifələri təyinat işləri həyata keçirir və burada da biz ehtiyat kadr yanaşmasını tətbiq eləmişik. Yəni ola bilər ki, bir vəzifəyə bir neçə namizəd keçmiş olsun. Onlardan biri ən yüksək bal toplayan müvafiq vəzifəyə təyin olunur, digərləri isə analoji vəzifələr varsa dərhal təyin olunur, yoxsa da ehtiyat kadrlar siyasətində daxil edilir və həmin qurumda və digər qurumlarda uyğun vakant vəzifələr olduqda onların müvafiq vəzifələrə təyinatı həyata keçirilir.
Ümumilikdə proses dövlət qulluğuna qəbul prosesinə oxşuyur, bənzəyir, Oxşuyur. sadəcə onun daha sadə variantıdır. Bəli, daha sadə variantıdır. Bu da yenə də bütün qurumlarda artıq vahid, obyektiv və şəffaf bir işə qəbul sisteminin qurulmasına gətirib çıxarır. Rauf müəllim, son olaraq istərdim ki, illərin dövlət qulluqçusu olaraq bizi izləyən izləyicilərimizə, gənclərimizə, bəzən var ki, dövlət qulluğuna qəbul olmaq istəyib motivasiyası olmayan gənclərimizə nə deyərdiniz son olaraq? Yəni hansı tövsiyələrinizi verərdiniz? Təşəkkür edirəm. Biraz çox iddialı olmasın deyə, yəni məndən də böyük yuxarı dövlət qulluğu stajı olan şəxslər var, lakin dövlət qulluğuna müəyyən iş stajı olan və bu dövlət qulluğuna qəbul prosesində çox uzun müddətdir çalışan bir şəxs kimi bizim gənclərimizə tövsiyə eləyərdim. Biz eyni zamanda tələbələrlə görüşlərimizdə də bunu mütəmadi deyirik. Çox məqsədyönlü olsunlar. Heç bir halda yəni ruhdan düşməsinlər. Əgər dövlət qulluğu istiqamətini seçiblərsə, orada sistemli şəkildə hazırlaşsınlar, test imtahanlarını keçsinlər. Ondan sonra müsahibə prosesində, elanlarda vəzifə seçərkən biraz yenə də orada daha seçimli olsunlar. Sadəcə ixtisasım uyğun gəldi, tələblərə uyğun gəldi deyim, verim düzgün yanaşma deyil. Elanlarda hər bir vəzifə haqqında ətraflı məlumat olur. Onun qulluq funksiyaları, tutulması şərtləri, əlavə tələblər tam araşdırmaq lazımdır ki, ümumiyyətlə bu vəzifə tam mənə uyğundur, uyğun deyil. Ümumiyyətlə bu orqanın fəaliyyəti mənim maraq dairəmə uyğundur, uyğun deyil. Mən burada bir uzun müddətli karyera qurmaq istəyirəm, yoxsa yox. Artıq bundan çıxış eləyərək məqsədyönlü şəkildə bir seçim eləyib o istiqamətdə hazırlaşsınlar. Ola bilir ki, gedişatda uğursuzluq olur, müsahibədən keçməmək məsələsi olur. Bu halda da heç bir halda ruhdan düşməsinlər. Ola bilər onları ruhdan salmaq istəyən şəxslər də olacaq. Kimlər ki, müsahibədən keçməyib də həvəsdən düşüb, onları da deyir ki, yox, bu proses qeyri-obyektiv və s. Lakin illər, yəni minlərlə təcrübə göstərir ki, minlərlə namizədimizin təcrübəsi göstərir ki, kifayət qədər obyektiv, şəffaf bir sistemdir və məqsədyönlü hazırlaşanlar üçün burada kifayət qədər imkanlar var. Artıq çalışan dövlət qulluqçuları üçün mənim bir tövsiyələrim bu mütləq qaydadadır ki, daim öz üzərlərində çalışması məsələsi. Elə deyil ki, mən dövlət qulluğundan müsabiqədən keçdim, artıq bundan proses başa çatdı. Hər bir işçi daim öz üzərində çalışmalıdır. Həm işini daha yaxşı öyrənmək baxımından, hüquqi biliklərini təkmilləşmək baxımından, qanunvericilik aktlarına mütəmadi olaraq dəyişikliklər baş verir, onlar barədə məlumatlı olmalıdır. Dünyada baş verən proseslər barədə kifayət qədər məlumatlı olmalıdır. Ölkəmizdə həyata keçirilən islahatlar barədə, çalışdığı orqanın fəaliyyəti barədə ətraflı məlumat əldə etməlidir. Yəni özünü daim bir peşəkar kimi inkişaf elətdirməlidir. Digər tərəfdən təşəbbüskarlıq məsələsi çox vacib məsələdir. Bəzi hallarda müəyyən işçilərimizdə, dövlət qulluqçularında belə bir yanaşma var ki, qulluq funksiyalarında bu yazılıbsa mən bunu icra edirəm, bununla da işimi bitmiş hesab edirəm. Lakin bu yanaşma o qədər məhsuldar yanaşma deyil. Əgər siz doğrudan da özünüzü həm inkişaf elətdirmək, həm də yaxşı tərəfdən bir cəlbedici kadr kimi göstərmək istəyirsinizsə, bir karyera qurmaq istəyirsinizsə, yaxşı da olar ki, siz bir təşəbbüskar olasınız, yaradıcı olasınız. Öz işinizi daha da təkmilləşdirmək üçün hansı addımlar ata bilərəm, beynəlxalq təcrübəni bəlkə öyrənmək olar, başqa qurumların təcrübəsini öyrənmək olar. Onların tətbiqi nəticəsində əgər işinizi səmərələşdirirsinizsə, bu əlbəttə ki, rəhbərlik tərəfindən də müsbət qiymətləndirilir və sizin bir növ karyera qurmaq imkanlarınız daha da açıq olur. Təşəkkürümü bildirirəm Rauf müəllim, gəldiyinizə görə, maraqlı və səmimi söhbətinizə görə. Təşəkkürümü bildirirəm sizə və eyni zamanda sizə bu şərəfli və məsuliyyətli işinizdə bir daha uğurlar arzulayıram və sizi bir daha təbrik edirəm. Çox sağ olun deyirəm. Təşəkkür edirəm. Belə əziz izləyicilər, bu günlük isə bizdən bu qədər. Bu günləri biz dövlət qulluqçularının peşə bayramından bağlı bir efir təşkil etdik və bugünkü xüsusi buraxılışımızın qonağı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Qulluğu və Kadr Məsələləri Şöbəsinin müdir müavini Rauf Əliyev idi. Bu gün isə bizdən bu qədər. Növbəti efirlərdə görüşmək üzrə.